Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve əccil fərəcəhum. Allahın salamı və rəhməti olsun Məhəmməd Peyğəmbərə və onun gözəl pak əhl-i beytinə. Axşamınız xeyir olsun, hörmətli izləyicilərimiz və dəyərli əhl-i beyt sevərlər. Hər birinizi salamlayır və xoş gördün deyirik. Həmişə olduğu kimi bu gün də Mərifət Çeşməsi verilişinə canlı olaraq baxırsınız. Azər Quliyevin təqdimatında qeyd olunan nömrə bizim əlaqə nömrəmizdir. Suallarınızı, təklif və iradlarınızı bizə ünvanlamağı unutmayın. Habelə Vilayət TV kanalının rəsmi səhifəsinə müraciət eləməklə Facebookda, YouTube'da və Instagramda da elə indi bu dəqiqə bizləri izləyə bilərsiniz. Mərifət Çeşməsi verilişinin bugünkü dəyərli qonağı və hörmətli ustadımız Cənab Hüccətül İslam və Müslimin Ustad Məhəmməd Baqir Sayıvərdir. Bildiyiniz kimi biz əziz və dəyərli ustadımızla Əhl-i Beytin vilayəti haqqında söhbət edirdik. Yəni bu barədə nazil olan ayələri istirdik müzakirə eləyək. Əgər yadınızdadırsa, biz keçən verilişimizdə İnsan surəsini izah elədik. İnsan surəsi barəsində əziz ustadımız çox gözəl açıqlama verdi və məsələ bu surədə gələn ayələr Əhl-i Beytin vilayətinin və ya Əhl-i Beytin məqamın üstünlüyünü bizə aşılayırdı. Bugün də istəyirik ki, elə Əhl-i Beyt haqqında, Əhl-i Beytin vilayəti haqqında söhbət edək. Elə ona görə də həmişə olduğu kimi bugün də bizi izləyin, ekran qarşısında oturun. Əziz ustadımız Əhl-i Beytin vilayəti haqqında bugün də bizdə çox maraqlı məqamları söyləyəcək. Ustad, axşamınız xeyir olsun, çox xoş gəlmişsiniz. Selamun Aleyküm və Rəhmətullah. Mən də siz hörmətli cənaba, əziz tamaşaçılara salam ərz edirəm və proqramımıza uğur arz edirəm. Bəli. Ustad, ötən verilişdə biz İnsan surəsi haqqında söhbət açdıq. Həqiqətən də ötən verilişdə İnsan surəsi barəsində ki, Əhl-i Beytin haqqında barəsində gəlmişdi. Çox gözəl məqamlara, nüanslara işarə etdiniz. Buyurun, yenə Ustad, sözü sizə veririk. Bismillahirrahmanirrahim. Ya eyyuhər Rəsul, bəlliğ ma unzilə iləykə min Rabbik. Quranda Əhl-i Beyt ayələri, imamət və vilayət ayələri neçə hissədir? Bir hissəsi budur ki, ümumiyyətlə imamət bir düşüncəsi vardı. İndi kim imamdır, kim bu məqama çatıb, kim bu dərəcəyə çatıb, bundan işimiz olmasın. Belənci bir dərəcə var. Allah-u Teala necə bir sıra insanları peyğəmbər eləyibdi, ərsəlna, biz göndərdik, rəsuldir, nəbidir. Huvəl-ləzi bəəsə fil-ummiyyinə rəsulən. Allah-u Teala bir sıra insanları da təyin eləyib imam olaraq. Quran buyurur, İnni ca'lükə linnâsi imama. Cəəlnâhum əimmətən. Biz onları imam elədik. Pəs birinci hissə ayələr bu idi ki, imamət də vardı. Bu da bir dərəcədir. Nübüvvətin kənarında, risalətin kənarında. Nəbi bir dərəcədir, bir funksiyası var, öhdəçiliği var. İmam da bir ayrı öhdəçiliği var. Əlbəttə, mümkündür bir insan hər ikisi də ola. Necə ki, Peyğəmbərimiz həm nəbidir, həm vəlidir. Nəbi olaraq bir öhdəçiliği var, vəli olaraq bir ayrı öhdəçiliği var. Amma yığılıbdır. Mümkündür birində də ayrı ola. Sonuncu Peyğəmbər də qutuldu. Peyğəmbər də olmayacaqdır. Amma vəli vardı sonra. İmam olaraq. Pəs birinci hissə ayələr belənti idi. Buna deyərlər ümumi imamət bəhsi. Əlbəttə, vilayətin üç mənası var idi. Rəhbərlik bəhsində biz danışırıq indi. Bir vilayət var idi Allaha yaxın olmaq mənasında. Bir vilayət var idi sənəd və hüccət mənasında. O ikindi vilayət danışırıq. O vəlidir, yəni o rəhbərdir. İnnəmə vəliyyukumullah, yəni sizin vəliyyüz, o ki, sözünə baxmalısınız, bir Allahdır, Rəsulullahdır, Əmirul-Muminindir və s. Pəs bir ayə budur. İkinci ayə gəlir, bir sıra insanları təyin eləyir. Bu da imamdır, bu da taət eləməlisiniz, bu da ulul əmridir, bunun da sözünə baxmalısınız. Nəbi deyil, amma ulul əmridir.
Nəbi deyil, amma vəlidir. Bu da bir sıra ayələr var. Təbliğ ayəsidir. Nisa surəsinin 59-cu ayəsi, İtaət ayəsidir, Ulul Əmr ayəsidir. Bir sıra ayələrdə Quranda var, imamət və vilayətin o zəminini Allah öz başına bunu imam eləmir ki, insanlara. Çün o mənəvi fəzilətlərini, o mənəvi dəyərlərini, o ruh yüksəkliyini istəyir işarə eləsin. Bir növ fəzilət ayələridir. Əhl-i Beytin fəzilət. Geçənki cələsə İnsan surəsi o idi. İnsan surəsindən imamət bəhsi çıxmırdı. Amma onların fəzilətlərinin bəhsi. O ayələrdən biri də ki, Allah-u Teala 2 ayə, ya dəqiq desək 4 ayə, 2 ayə də yox, 4 ayə o barədə gətiribdir. Qədir-Xum hadisəsidir. Ki, Əmirül-Mömininin imamət bəhsini aiddir əvvəlcə. Amma təhlildə tamam imamların da imaməti orada izah olunur ki, ərz edəyəcək. Yəni bu ayədən fəziləti çıxmır da imamətdir, bu rəhbərlik bəhsidir. İlk ayə ki istəyirəm izah edeyim bu barədə Maidə surəsinin 67-ci ayəsidir. Bilirsiniz ki, Qur'an bu cür ki yığılıbdır, nuzul əsasında deyil, nazil olma əsasında deyil. Ki Qur'anın ilk surəsi Ələq surəsidir, axırlardadır. Birinci surə, ikinci surə, üçüncü surə Muddəssirdir, Muzzəmmildir, axırlardadır. O tərtib, nəzmi verici ki, əvvəl Həmd olub, sonra Bəqər olub, sonra Ali İmran olub, axırı Nas olubdur, bu Peyğəmbərin hikməti, Peyğəmbərin buyurduğu əsasında olub. Əlbəttə, bu tənzimdə ayrı nəzəriyyələr də var. Ki, surələr bir cür tənzim ediblər bir-birinin dalınca. Amma o ki, təhqiqata uyğundur, bu da ki, Peyğəmbərin öz göstərişi iləndir. Niyə? Burada mütərizədə də ərz edeyim. Bir, budur ki, Peyğəmbər bizə əmanət tapşırıb. Olmadığı şeyə əmanət tapşırmaz. Əgər Peyğəmbər dövründə Qur'an-ı yığcam olmasaydı, buyurmazdı ki, mən 2 ağır əmanəti sizə tapşırıram. Allahın kitabı və Səqələyn hədisini. Pəs o Səqələyn hədisinin neçə dənə nüktəsi var. Bir nüktəsi də var ki, Quran yığılıbdır. Yəni 2 cild şəklində ilə yığılıb. Cild şəkli, baxın, cild ayrıdır. Quranın bir sohuf şəkli var, bir mushaf şəkli var. Bunu da Quran şinaslıq deyib, yoxdur ərz edir. Bir müəllif, Quran təlif deyil, mən müəlliflə misal vururam. Bir müəllif yazıb da elə çap eləməyibdir. Müqəddiməsində yazıb, səfələrində qoyubdur. Hamısı dizayn olubdur. Amma çapa getməyibdir. Cild şəklinə gəlməyib. Cild şəklinə. Buna deyilə sohuf. Cild şəklinə gələndə olar mushaf. O üçün mən ərz edirəm, Peyğəmbər dövründə çünki Quran nazil olurdu axı. Quranı cild halına gətirmək olmazdı. Çünki 1 ayə sonra nazil olurdu, 5 ayə sonra nazil olurdu. Amma Peyğəmbər buyurdu bunu hara qoyun. Buyururdu bu 5 ayəni aparın Al-İmrana qoyun. Bu 5 ayəni aparın Bəqəriyə qoyun. Ona görə bəzi surələr var. Surə Məkkidir. Müfəssirlər buyururlar ki, illa bu 5 ayə. Bu 5 ayə yox, Mədinədə nazil olub, sonra Peyğəmbər buyurub bura yerləşdirin. Bu nəzmi vermək, bu tərtib vermək Peyğəmbərin buyurduğu ilə. Bir sübut odur. İkinci sübutu Fatihətül Kitab. Həmd surəsinin bir adı da Fatihədir. Biz öz dilimizdə işlədərik, gedərik huzur məclislərində Fatihə veririk. Fatihə yəni həmdin adı, yəni həmd oxuyun. Əsli adı Fatihətül Kitab, yəni Quranın açılışı. Kitabın açılışı. Hətmən kitabı vardı ki, açılış ola da. Kitab olmasa ki, Fatihətül Kitab olmaz. Bunlar və sairə oxşarlar ki, Peyğəmbərdən hədislər var ki, hafizini Quran var. Peyğəmbərdən hədis var ki, Quranı hifz eləsə. Hafizini Quran nəyi hifz eləyiblər? Məlumdur, Quran bir yığcam şəkildə sohuf halında var idi. Hər halda. Bu nüktəni demaqla istəyirdim ayrı söz ərz edeyim. O da budur ki, Maidə surəsi düzdür. Quranda əvvəl 5-ci surədir. Amma axırıncı surədir nazil olubdur. Nuzul baxımından Mədinədə mədəni surədir, Mədinədə nazil olub, özdə Peyğəmbərin ömrünün axırında axırıncı surədir. Yəni, hər nə bu ayədə var, bu surədə var, Peyğəmbərin ömrünün axırına aiddir.
Peyğəmbərin ömrünün əvvəlinə aid deyil, namaz barəsində olmamalıdır, oruc barəsində olmamalıdır və sair əhkam barəsində o barələrdə olmalıdır ki, Peyğəmbərin ömrünün axırına aiddir. Bu bir nüktə. Ona görə burada Allah bir xitab edir. Buyurur, ya əyyuhər rəsul, bəlliq, çatdır, ma unzilə iləykə min Rəbbik. Onu ki, Rəbbüvün tərəfindən sənə nazil olub çatdır. İstəyirəm bu müqəddimə deməklə bunu izah edeyim ki, o ki nazil olub sənin Rəbbüvə, gərək Peyğəmbərin ömrünün axırındakı hökmlərə aid ola ki, nazil olubdur. İndi bir nüktə budur. Pəs biz axtarmalıyıq, bu nədir ki, nazil olub Peyğəmbərə, özü də Maidə surəsindədir, ömrünün axırına aiddir. Yaxşı, Peyğəmbərin ömrünün axırında bəzi ayələr, hökmlər nazil olubdur. Məsələn, həccin hökmü tənzimlənibdir. Görək, bu hansı olacaqdır? Davamında bir ayrı sözdə deyir. Buyurur, və in ləm təfəl fəma bəllaqtə risalətə. Əgər sən bunu çatdırmasın, Allah sənə verdiğin risalətə sən çatdırmamısan. Yəni, o qədər mühimdir ki, bərabərdir o risalətullahla ki, səndə vardır. Sən Rəsulullahsan, Allahın elçisən, Allah sənə bir məsuliyyəti verib, cəmaata söz çatdırmalısan. Bunu çatdırmasan, o risalətün çatmayıbdır. Yerinə yetirməmsən. Yəni, o qədər mühimdir ki, bərabərdir sənin ilmiçiliyinə. Pəs Peyğəmbərin ömrünə aid axir o Maidə surəti olduğuna görə. İkinci nüktə də bu idi ki, o qədər mühimdir ki, Peyğəmbərin 23 zəhmətinə uyğundur. Yəni, əgər deməsə, hədər gedir 23 zəhmət. 3. Vəllahu yəsəmükə minən-nas. Allah səni cəmaatdan qoruyar, nigaran olma. Pəs məlumdur, təhlükəli bir sözdür. Yəni, cəmaatın bəhəsi, nas sözü Quranda müxtəlif yerlərdə işlənibdir. Münafiqlərə də nas deyilir Quranda. Quran nas araşdırılmazsa, münafiqə də nas deyirlər. Cəmaat sənə istəyəsə təhlükə yetirsin, nigaran olma, Allah hifz eləyər. Bəs təhlükəli bir şeydir. Bu sözü sən desə, mümkündür, bəzilər narahat olalar, bəzilər səni istəyələr, aradan aparsınlar. Və innəllah la yehdil qavməz kafirin. Allah kafir qavmi hidayət eləməz. Hidayət Quranda iki mənayədir. Bir, yol görsətməkdir. Allah hamını hidayət eləyər. Quran buyurur, hudən linnas. Məsələn, Quran gəlib cəmaatın hamısına neynəsin? Hidayət eləsin. Pəs burada niyə buyurur? Allah kafirləri hidayət eləməz. Hədəfinə bəlkə çatdırmaq istəyir. İkinci məna məqsədinə çatdırmaqdır. Zalim məqsədinə çatmaz, kafir məqsədinə çatmaz. O məqsədi ki, güdürə, o məqsədə plan tökürə, o məqsədə proqram tökürə, ələm yəcəl keydəhum fi təzlil. Quran buyurur, onların hilələrini, onların planlarını puça çıxardarım. Bir sel gəlir, bəzən sel gələr, şəhəri xərablar. Bəzən yox. Selə bir yol görsədərlər. Qədim zaman kətlərdə bir cür şeylər olardı. Görsən, bir adına deyərlər məsil, ərəblər məsil deyər. Yəni, sel yolu. O su gələrdi, gedərdi selə. O, Esad şəhərə girməzdi, şəndə girməzdi. Allah-u Teala bəzi kafirlərin hilələrini öcür eləyər. O, plan qurubdu Əbrəhə kimin ki, Kəbə aradan getsin. Allah bina eləyər ki, Kəbə aradan getməz. Özünün planı heç olar. Fi təzlil. Yaxşı. Bu ayə bir məmuriyyəti Peyğəmbərə verir. Çatdır, ömrünün axırındadır, belə həmmiyyətlidir, belə təhlükəlidir, çatdırmasan da nə olar? Peyğəmbər nədən qorxurdu ki, Allah burada arxayınçılıq da verir? Məsələn, Peyğəmbərlər qorxarlar. Əla innə awliya Allah la xawfun aleyhim və la hum yəhzənun. O qorxu ki, Peyğəmbərlərdə olmaz, öz canlarındandır. Peyğəmbərlər öz canlarından qorxmazlar. Amma cəmaatın imanı əldən getmədən qorxarlar.
Hazreti Musa vaqti o asa bahsində sehrbazlarla mübarizəyə çıxdı. Orada ayə var ki, Allah Teala buyurur qorxma. Hadis ayədə Hazreti Musa'nın qorxusuna bir söhbət gəlir, işarə eləyir. Xaifən sözü deyir. Xafə xifətən belə bir zat var ayədə. Orada buyurulur məncə Musa qorxdu. Deyir ki, Musa o sehrlərdən qorxdu ki, bir də cəmaatın imanı o sehrlərdə gedə. Hələ ta əsa, əcdəhala onlar aradan apara, bunlar da imanları getdi. Bəzən görsən bir məcazi fəzada, görsən bir yerdə bir şübhə salırlar. Ta hələ cavabı tərəfi eşitsin, bilsin nədir, o şübhə cəmaatın görsən imanını aradan apardı. Buna qorxu var. Bu müqəddəs qorxudur. Bu qorxu yəni cəmaatın imanı nəzərdə almaq. Bu qorxu yəni insanların paçlığı, həqiqəti görməyi nəzərdə almaq. Ata-ana görsən uşağın birdən çaşarı qorxur. Mən gözünə qorxur ha. Deyir birdən o bu sözləri o dost o adamla ki gedib oturur durur. O yaxşı ailədən deyil, gündə ayrı sözlər buna deyir qarışdırır. Ona nigerandır. Bu nigerançılıq Awliyaullah'da var. Əslən bu nigerançılığın yuxarısı var Awliyaullah'da. Bu bir növ məhəbbətdir insanlara. Bu bir növ məhəbbətdir insanların həqiqətdə qalmağına, imanda qalmağına. Peyğəmbərin də qorxusu bu idi. Məsələn, Musa Peyğəmbərdən dediniz, orada qibti-sifti məsələsində də deyir axı, xaifən çıxdı o kətdən qorxan halda. Orada nə məniyyədir? Hələ o Peyğəmbərliyə çatmamışdı. Peyğəmbərlik, risalət bəhsi sonra idi. Orada da qorxurdu biləsin tutalar. Tutalar. Yəni bəzi qorxmalar peyğəmbərlərdə insani olaraq təbii. İnsani olaraq var və lakin o hələ peyğəmbərlik məqamına çatmamışdı Həzrəti Musa. Həzrəti Musa Tur-i Sinada peyğəmbər olmuşdu. Pəs Allah awliyaları qorxmazlar nədir? Yəni canlarından qorxmazlar. Amma nigerandılar insanların imanına. Nigerandılar bu məclisdə mümkündür bir söz deyələr, təfrəqə yarana, fitnə yarana, qarışıqlıq yarana. Peyğəmbər də nigeran idi ki, mən bu sözü desəm ki, Allah göstəriş veribdir. Mümkündür bəzilər ayrı cür fitnə yaradılar. Deyələr, məsələn, bu məsələ Qədirxan barəsindədir. Deyələr, Peyğəmbər öz əmoğlusunu gəldi, bizə rəhbər elədi. Öz yeznəsini rəhbər elədi. Da Allah tərəfindən Əmirül-Mömininin fəzilətləri var. Əmirül-Möminin olaraq vəli olubdur. Nə Peyğəmbərin əmoğlusu olaraq, nə Peyğəmbərin yeznəsi olaraq. Belə düşüncələr var idi. Belə düşüncədə olmasaydı fitnə yarada bilərdilər. Yəni, mümkündür, o fitnə yaradan bilirdi nədir. Amma çün insanda bəzən riyasət tələblik var, istolpərəstlik var. Mümkündür ona görə bu işlər görəydilər. Ona görə Peyğəmbər nigeran idi ki, mən bu sözü çatdıra bildim ya yox. Başqa bir hökmdə belə bir qorxu zəmini yoxdur da ustad. Bəli, dərs eləyəcəm. Məsələn, namaz, oruc, ya zəkat, xumus. Bəli. Baxın, Quran burada Peyğəmbərə dəsturu demir, de. Qol, ya əyyühə rəsul, qol ma unzilə əleyke. Niyə? Çünki məsələ biraz müqəddimə ehtiyacı var, hazırlığa ehtiyacı var, şəraitə ehtiyacı var. Ona buyurur, bəlliq. Bəlliq demaqla fərqi var. Bəlliq yəni çatdır. İnsan mümkündür gedə birinə bir söz deyə. Məsələn, filan kəs sənə belə söz başa saldım, dedim ha. Çıxa gedə. O da başa düşməyə ya başa etina eləməyə. Amma insan müqəddiməsi ilə bir sözü birinə başa salar. Tam aydın ola biləsinə. Buna deyirlər bəlliq. O söz ki burada var, Peyğəmbərin öhdəçiliyi bəlliq idi. Çatdır və insanlar başa düşsünlər. Aydın olsun, şəffaf olsun. Bəhanə gətirməsinlər sonra da. Bahana da gətirsələr inad olsun. İnad. Da məlumdur, bahana mərhum Əllamə Əmini Əl-Qədiri ki yazıb, Əl-Qədirə çox zəhmət çəkib da. Mən bir məqalə Əl-Qədir barəsində müsahibə eləmişəm. Orada Əllamə Əmininin tərcümə halını araşdırırdım. Gördüm, Əl-Qədiri 10.000 dana kitab oxuyubdur. Əl-Qədir yazıb. 10.000 kitab oxuyub, Əl-Qədir yazıb. Hələ əvvəldən axır oxuyub, orada bir siyahidə gəlmişdi. Nə qədər kitaba müraciət edib, o mənim yadımda da 100.000 nə qədərdir. 10.000 nəsən oxuyubdur əvvəldən axıra.
Sonra Əl-Qədirin sənədlərini gətiribdi 110 dana sənəd. Mən kontumula, fazaliyyumula 110 dana sahabə bunu nəql edir. Sonra 360 alimin adını gətirir kitablarda bunu gətiribdi. Əhl-i sünnət alim. Əllamədən soruşurlar ki, bir bələm sənədi geniş gətirmək, ihatəli gətirmək, bu içi 110 sahabəni bir hansı kitabdadır, hansı səfədədir, bu 360 alimi və s. bəhslər bu genişlikdə ki, ola ensiklopediya səviyyəsində Qədir Xum bəhsini danışmaq, izah eləmək niyə? Dedi, istəyirəm Əlinin vilayəti o qədər şəffaf aydın olsun ki, insan içi bu vilayəti danır, inatçı olsun. Ayrı bir sahə, insafçı danmasın. Yəni, ancaq o adam danar ki, əgər bu Qədiri oxusa, Əl-Qədiri oxusa, inadı var. İnadı olmasa aydındır. İslam aləmində belənçi bir hədis barədə, bir hadisə barədə bu genişlikdə izah yoxumuzdur. Ona görə hər insaflı kitabı oxusun, sonra baxsın nədir. Hərə, mənzurum budur ki, bəlliq budur. Əllamə Əmini də istəyibdi, Qədir Xumu bəlliq unvanında insanlara Əl-Qədir kitabında çatdırsın. Yaxşı, bu Qədir Xum hadisəsində nazil olubdur. Ayədən də belə çıxır ki, bir mühim bir məsələdir. Düzdür, burada unvan gəlməyib nə barədədir. Çoxlu hədislərdə var, fi Əliyyin, fi vilayəti Əliyyin. O hədisləri hələ biz bəhs eləmirik. Biz hədisləri sonra bəhs edəcəyik. Ayənin özündən belə çıxır ki, Peyğəmbərin ömrünün axırına aiddir. Biraz nigaran eləyən məsələdir, təhlükəli məsələdir. Özdə Peyğəmbərliyinin 23 ilə bərabər məsələdir. Fitnə zəmini yaradan məsələdir ki, mümkündür bir sıra insanlar qəbul eləməyələr bu məsələdir. Ona görə deyək, qorxma. Hər ağıllı, insaflı bir insana versin ki, bir nəfər ömrünün axırında, bir rəhbər ömrünün axırında istəsə bir təhlükəli bir məsələ həll eləsin, nədir? Özündən sonra canişinlikdir. Yəni, əslən hədisi qoy kənara, bu ayəni ver bir nəfərə ki, tərcümi halını oxu, de ki, Peyğəmbər ömrünün axırındadır, hələ canişin təyin eləməyibdir. Həmişə də hər yerə gedəndə canişin təyin elərdi. Amma hələ canişin təyin eləməyibdir, fərz. İstəyir canişin təyin eləsin. Allah da belə göstəriş verib. Hansı məsələ zehnivə gələr? Hələ hədisləri qoy kənara, hədislər çoxdur. Dedim, Əl-Qədiri oxusa, insan bilər nə qədər hədis vardı bu barədə. Bu birinci ayə ki, burada Allah-u Teala belənci bir göstəriş verir. Bu göstəriş Qədir Xum çölündən əvvəldir. Peyğəmbər sonuncu həccidə, vaxtı həccə gedib, qeydəndə Qədir Xum çölünə yetişməmişdən qalaq bu ayə nazil olur. Və maraqlı nüktə budur ki, bu ayədə xitab da fərq edir. Quran ayələrində Peyğəmbər Allah nəbi olaraq xitab edibdir. Ya əyyuhən nəbi. İki yerdə gəlibdir, ya əyyuhər rəsul. Da nəbi unvanı deyil. Ey rəsul. Yəni, burada sənin xüsusi məmuriyyətin var. Daha sən rəsulsan. Fəqət xəbərdar deyilsən, fəqət bilən deyilsən. Çatdırmalısan da. Və rəsulsan, məmuriyyətin var, bu məsələyə çatdırasan. Bu, rəsul unvanı fəqət bir vilayət bəhsidir, bir də vilayətə oxşar bir bəhsidədir ki, bu içində gəlibdir. Bu da maraqlı bir nüktədir bu ayədə. Yaxşı. Bu ayə nazil olur, Peyğəmbər bu ayənin əsasında insanlara çatdırır. Bizə çatdırır. Ustad, burada ki, bu ayədə buyurur, çünki yəni, bu ayə barəsində çoxlu nəzərlər var. Həm sünni qaynağında, həm şiə qaynağında. Bəlliq ma unzil. Ola bilməzdi ki, elə mütəal Allah bu ayədə elə ma unzili də bəyan eləyərdi, hər şey aydın olardı, gün kimi aydın olardı. Bu ixtilaflar da yığışardı. Baxın, o bəhs, bundan geniş bəhsi budur ki, Quran Al-İmran surəsində buyurur ki, biz iki növ ayə nazil eləmişik. Möhkəm və mütəşabih. Al-İmran surəsi 3-cü ayəsidir.
Niyə Allah möhkəm mütəşabih ayə nazil edibdir? Sonra davamında da deyir ki, mütəşabih ayələr əslən onlar ki, qəlblərində bir qarışıqlıq var, qəlblərində bir inhiraf var, sapıntılıq var, xəstəlik var. Onlar öz deyən kimi gözəllər. Niyə Allah hamısını möhkəm nazil edir də? Niyə içi də o nazil edibdir? O oradan, cavab ona verək. Ona verirsək, burada aydın olar. Baxın, mütəşabih ayə nazil olmaq, biri budur ki, insanlar dini düşünsünlər də, fəqət dini əzbərləməsinlər. Hər zat şəffaf, yəni əzbərləmək. İnsana imtihan da fəzası yoxdur. Yəni hər şey ardın gəlsəydi, onca bir növ elmin qapısı da bağlanardı. Elm, düşünmək, inkişaf bulan qapısı bağlanardı. Bir budur. Biri budur ki, insan təfəkkür qüvvəsi də dində güclənməlidir. Haqqı tapmalıdır. Baxın, bəzi hadisələrdə insan haqqı tapmağa imtihan olunur. İmtihan yəni inkişaf eləyir. İnkişafı insanın haqqı tapmağı təfəkkürünü işlətməkdə, fikrini, ağlını işlətməkdadır. Biri budur. İkinci budur ki, bəzən Qur'an təhrifə məruz qalardı. Baxın, Allah buyurur, mən Qur'anı təhrifdən qorumuşam. Nə cür təhrifdən qoruyubdur? Bəzilərinin nəzəriyyəsi, deyirlər, sotfə, deyirlər, bir nəfər istəsə Qur'anı təhrif eləsin, məsələn, Cəbrail gələr, mələk gələr, vurur əlindən, qoymaz təhrif. Qüdrəsini alar. Belədir, belə deyir ki, Allah bir sistem qurub ki, Qur'anda təhrifə ehtiyac yoxdur. Əgər Əli kəlməsi açıqcasına bu ayələrdə olsaydı, o iki qədir xummu silir, səqif edir, Əlini silərdi, ayrı zad eləyərdi. Quran ayəsinə niyə təhrif marağı yoxdur? Çünki eləyə bilər ayəni özləyən kimin ayrı ayələrlə yozsun, Quran yol qoyub, mən mütəşabih ayələri nə cür tapam. Baxın, bizim öhdəçiliyimizə subutla qəbul eləməkdir. Bu düz məntiq deyək ki, deyək, çünki burada Əlinin adı yoxdur, pəs mən qəbul eləmirəm. Hər halda sən hədisdə var, cidi araşdır. Yəni, din fəqət Quran ayəsi deyək ki, din bir topludur. Quran ayəsi, hədislər, Peyğəmbərin sünnəsidir, davranışıdır və ağlıdır, bəzən icmadır, dinin mənbələri var da. Bu dinin mənbələrin hamısını bir yerdə din araşdırırlar. Yəni, bu, belə mən bir söz deyim da, bir nəfər namazın 17 rəkətliyini Qurandan mənə tapsın. Tapanmasan. Hətta sübh namazının 2 rəkətliyini də tapanmasan. Sübh namazının kələməsi var Quranda. Quran-əl-fəcr. Amma neçə rəkətli yoxdur. Sünniyə ehtiyac. Peyğəmbərin göstərişinə ehtiyac. Bir də bu xatirədir ki, insanlar Quranı başa düşmək üçün nəyə ehtiyaclar olsun? Həqiqi Quranın müfəssirlərinə. Hər yerindən durub Quranı təfsir eləməz. Pəs neçə cəhətə görə bir oldu insanın təfəkkürünü diriltmək üçün. İkinci bu oldu ki, insan təhrifdən Quranı qorumaq üçün. Üçüncü də bu oldu ki, Qur'anın həqiqi müfəssirlərlə insanları əlaqələndirmək üçün, ayələrin düzgün mənasını tam dərk eləmək üçün la yamassuhu illəl mutahharunla, mütəhhər insanlarla, onlar ki, hər cəhətdən paçdılar, onlarla insanlar nə olsun? Əlaqələr olsun. Mən bir nüktə deyim, noən təlim kitabı nə cür olar? Hər zadın suallarının cavab olması müəllimlə bir yerdə tələbə oxuyar. Ta bilsin ki, bu kitab dərslik kitabıdır. Kimlə oxuyarlar? Müəllimlə oxuyarlar. Bu Qur'an da müəlliminin kənarında insanlar Allah istəyir olsun. Quran buyurur ki, لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ. Mən bu ayələri sənə nazil etmişəm, Peyğəmbər. Sənin bir öhdəçiliyin təlavətdir. İkinci öhdəçiliyin də izahdır Quranı, təfsirdir. Pəs bu iki Quranın izahı da Peyğəmbərdən alınsın, Peyğəmbər xəttindən alınsın. Bir cəhəti budur ki, bəzi ayələrdə bir bükülülük var. Amma bizim öhdəçiliyimiz nədir? Bükülülər qoymaq kənaradır. Bizim öhdəçiliyimiz budur ki, bu bükülləri öz yolu ilə aydınlaşdıraq ki, mənası nədir?
Çox gözəl ustad, Allah razı olsun. Çox maraqlı nöqtələrə işarət etdiniz. İnşallah biz elə sonrakı verilişlərimizdə də bu ayəni geniş şəkildə yenə izah edərik. Əziz dostlar, dəyərli həmvətənlərimiz, həmişə olduğu kimi qısa bir aradan sonra Mərifət çeşməsi verilişi canlı olaraq yenidən efirdə olacaq. Tamaşaçılarımız, bir daha salamlayırıq sizləri. Verilişimiz davam eləyir. Cənab Hüccətül İslam və Müslimin Ustad Məhəmməd Baqir Sayıvər verilişimizin bugünkü dəyərli və əziz qonağıdır. Və habelə Vilayət TV kanalının rəsmi səhifəsinə müraciət eləməklə Facebookda, YouTube'da, Instagramda bizləri indi bu dəqiqə izləyə bilərsiniz. Ustad, həmişə olduğu kimi verilişimizin ikinci hissəsini bizləri izləyən və bizlərə hər gün baxan əziz tamaşaçılara həsr eləmişik. Hörmətli tamaşaçıdan bizə bir dənə səsli sual var. Gəlin birlikdə bu səsi dinləyək. Buyurun, eşidirik. Selamun Aleyküm Azər müəllim. Əziz ustadımızı da salamlayıram. Allah ağanın yüzüdün bir bərarlısı inşallah. Demək, mənim bir sualım ağadan xahiş edirəm, o barədə biraz geniş məlumat imkan varsa versin. Süfyanı barəsində, bir də Nəfs-i Zəkiyyə barəsində. Çünki son genişləmələr dünya üzrə. Hani ki, bu Süfyanın xüruz etməsi, Süfyanın necə olacaq, hardan olacaq, nələr baş verəcək. Bir də Nəfs-i Zəkiyyə barəsində biraz məlumat verərdi. Allah sizlərdən razı olsun, Allah köməyiniz olsun. Çox gözəl, var olasınız. Bəli, əziz ustadımızın suala cavabını eşidək. Hədislərdə vardır ki, 5 əlamət hətmi əlamətdir. Yəni imamın zuhuruna qəti əlamətdir. Və imamın zuhuruna o ildə olacaqdır ki, bu 5 əlamət yığılacaq və baş tutacaqdır. Onlardan biri xuruc-i Sufyanıdır. Sufyanı indi Əbu Sufyan nəslindən Bəni Ümeyyə mümkündür bu kinayə ola. Yəni batil insanlar, yəni zalim insanlar, cinayətkar insanlar. Sufyanı bir budur ki, deyək, nəsli edir Əbu Sufyana. Bir də budur ki, deyək, yox, Sufyanı fikrində olanlar. Yəni cinayətkar insanlar. Onlar Şamat tərəfindən çıxacaqlar. O Şamat tərəfindən gələcəklər Mədiniyə tərəf. Və oradan da gələcəklər Məkkiyə, imamın zuhuri Məkkədə baş verəcək bunlar Mədinədə olanda. Ustad, ya bu fikirli insana, ya da bir nəfər çıxacaq, adı ilə Sufyan olacaq? Yox, bu qoşundur. Bir xuruc-i Sufyanı, bu bir şəxsi də Sufyanı var, bəli, bu qoşundur, Sufyanının qoşunu. Yəni Sufyanı qoşun olaraq, bir təşkilat olaraq. O adam da bəli, Sufyanı da bir şəxsidir, amma Sufyanı yəni o şəxsi, o qoşunun, o təşkilatın rəhbəri, lider. Bunlar Mədinədən biraz keçəndən sonra Bida məntəqəsində girəcəklər yerin içinə və aradan gedəcəklər. Bu Xuruc-i Sufyanı və Sufyanının aradan getməsi müharibə cəng olandan sonra. Müharibəsiz. Yəni Mədinədən gələcəklər Məkkiyə tərəf. Məkkədə yerin indi nə cür olacaqdır, nə baş verəcəkdir. Yəni heç kəsi öldürməyəcək də bu. Bəli. Şiələri öldürməyəcəklər, orada arada. İndi mümkündür Şamdan ta Mədiniyəcən o cür müharibələr ola. Amma Mədinədən gəlib Məkkiyə bu baş tutur. Bu Sufyanı. Amma Nəfs-i Zəkiyyə bir şəxsidir Əhl-i Beyt nəslindən. Hansı imamın? İmam Həsənin? İmam Həsənin Muctəbanın nəslindəndir. Bunu Məkkədə Beytül-Həramın içində, Kəbədə yox, Beytül-Həramın içində bunu başını bədənindən ayıracaqlar nahəqq olaraq. Yəni bir növ zülm olaraq öldürəcəklər. Qətl-i Nəfs-i Zəkiyyə deyərlər. Bu da əlamətlərdən. Bu da əlamətlərdən biridir. Xuruc-i Yəmani də əlamətlərdən biridir. Asimani Nida da əlamətlərdən biridir. Bunlar hətmi əlamətlərdir. Amma geniş olaraq biz bir saytımıza müraciət eləsələr, Son Umid adında proqramdır, Son Umid. 19 cələsə elə İmam Məhdinin barəsində danışılıbdır. Son Umid. Çoxu da elə Cəmkəranda zaps olubdur. Eləyə bilərlər. Son Umid verilişi. Orada bu əlamətlər də geniş izah olunubdur. Hacı TV-dən yayınlanıb dostum. Saytda da var. Saytda da var. Çox gözəl. Allah razı olsun ustad. Bəli, növbəti bir səs də var əziz tamaşaçıdan. Gəlin birlikdə qulaq asaq. Buyurun, eşidirik. Salam aleyküm.
Hər vaxtınız xeyir olsun. Mən üzrü sayı yazmadım, birbaşa səs atdım. 2 sual soruşmaq istəyirəm sizdən. Bir, heyvanı kəsərkən Bismillah demək bunu bildik vacibdir. Qibliyə qoymaq vacibdir, yoxsa vacib deyil. Misal üçün, mən heyvanı bilərəkdən qibliyə qoymuram, amma Bismillah deyib kəsirəm. Bu əti halaldır, yoxsa yox. İkinci sualımda, balıq tutarkən, ovlayarkən onu necə yemək olar? Halal qaydaları, yəni tutdum, sudan çıxartdım və birbaşa qarnını zadı biz tərəfdə, yəni kəsirlər, çıxardırlar, bütöy diridir. Yəni, qaydası nə cürdür onu? Yəni, onu izah verərdiniz, cavablandırardınız. Bəli, çox gözəl, aydındır. Ustadın cavabını eşidək. Qiblə, yəni heyvanın bədəni, fəqət başı yox, bədəni gərək qibliyə tərəf ola, zip olanda. Və bu zipin vacibatından biridir. Necə Bismillah vacibatındandır, bıçağın dəmir olmağı ya it olmağı vacibatındandır. Biri də müsəlman olmağı zip eləyənin, qeyri-müsəlman zip eləsə olmaz. Biri də elə budur ki, qibliyə tərəf ola. Bəs vacibdir, gərək qibliyə tərəf. Amma ikinci məsələ... Müsəlman Bismillahı da deməyi vacibdir. Bəli, Bismillah demək də vacibdir. Amma kəsənin özünün üzü qibli olmağı vacibdir. Yox, heyvan gərək üzü qibli olur. Heyvan üzü qibli olur. Üzü də baş bənzir, fəqət dəyə başın, bədəni də qibliyə olur. Qibliyə, Bismillah da vacibdir. Digər məsələ bu balıq bəhsində də budur ki, balıq əvvələn Şiə məzhəbində dəniz heyvanlarında ancaq balığı yemək olar. Bəli. Qeyri balığı yemək olmaz. Dənizdə ayrı heyvanlardan var da, əhl-i sünnətdə belənci bir hökmləri var və lakin Şiə məzhəbində ancaq balıqdır. Özdə o balıq ki, üstündə nəyi vardı? Tuzlu. Pullu balıqdır. Pulu vardı, pulsuz olmaz. Pul lüzumu yoxdur, həmişəl pul ola. Mümkündür bir sıra balıqlar ola. Pullarını bəzi fəsillərdə dənizin altında daşlara sürtərlər, pulları gedər. Gedər, bəli. O pulun getməyi balığı pulsuz eləməz. O pullu balıqdır. Bəli. Eyni halda ki, bəzi fəsillərdə mümkündür belənci bir iş görür. Ona görə bir sıra balıqlar var, belənci bəzi balıqşünaslar deyirlər ki, bu balıqlar pulludurlar. Ancaq belənci halətləri var. Pəs, ancaq balıq yemək olar, özü də puldur. Balığın neçə cür ölər? Bir dənizdə ölər, öz-özünə dənizdə ölər. Ya, məsələn, vuralar ölə, dənizdə bir nəfər, məsələn, bir ağacla vura, bir tokla vura. Bunu yemək olmaz. Dənizdə ölən balığı yemək olmaz. Suda ölən, dənizdə, misaldır, suyun içində ölən balığı məgər torda ölə. Ki, o ayrı bir bəhsidir. Tor atıblar, gələ torun içinə diri, orada ölə, o ayrı bəhsidir. Pəs, torsuz, azad bir suda balıq özü ölsə, onu yemək olmaz. Yemək olmaz. Bir də dalğa vura kölə, balıq çöldə ölə, amma insan onu tutmaya dirilikdə. O da yemək olmaz. Yəni, gedib çöldə ölübdür, amma sən onu seyd eləməmisən, tutmamısan. Balığı gərək sən seyd eləyəsən, yəni diri tutasan. İndi diri sudan da tutmaq olar. Özü gəlsə sudan qeyri quruluğa, orada da diri tutsun, yine olar. Halaldır. Amma gərək diri tutasan. Diri tuttun, bəli, oldu halal. Balığın ölməyi də halallığında şərt deyil. Fəqət bəzi müştəhidlər ehtiyat eləyiblər. Balığı diri-diri də yemək olar, şərən. Bəzi balıqlar var, balaca balıqlar. Deyirlər, mədiyə xeyri vardı, öcür diri-diri, mədəni çox incə balıqlar, tibbi bir xeyri vardı. Amma adətən pişirərlər yiyərlər, dayanarlar, ölər, sonra pişirərlər. Amma o heyvandadır ki, gərək can verə. Can verə, bəli. Halallığı can vermaqlandır da, qoyundadır, inəkdədir, dəvədədir ki, o şərtidir. Balıqda bir cür şərti yoxdur. Balığı ki, diri-diri tutdun, bu oldu halal. Bəli. İstər özünü tutasan, istər dənizdən çölə gələr, yenə də onda diri tutursan. Dənizdən çölə gələr. Özdə bir digər fərqi də budur ki, balığı tutan lazım deyil müsəlman ola. Qeyri-müsəlman da balığı tutsa yemək olar. Amma arxeyin olasan ki, diri tutubdur. Diri tutub. Yəni, gedib qeyri-müsəlman restoranında yənməsən.
Çünki bilmirsən o nə cür tutubdur. Bəlkə tok veribdi suda. Adətən bəzən balıqları tutmaq üçün görsən bir suya tok verirlər, ölür, tuturlar, götürürlər. O cür olmaz. Gəlir özün gözünün qabağında görəsən ki, o müsəlman da deyil. Amma nə cür tutubdur? Diri tutubdur. Ziphi də heyvan kəsməkdə, qoyun kəsməkdə o zip eləyən, kəsən gərək qəssab müsəlman ola. Qeyri-müsəlman olmaz. Amma heyvan seydində, üzr istəyirəm, balığın seydində müsəlman olmaq şərt deyil. Çox gözəl ustad. Bəzi yazılı suallar ünvanlanıb ustad, yəni müstəqim sizə ünvanlanıb. Sualın biri budur ki, nələr ruzinin qarşısını alır? Hansı şeylər ruzinin qarşısını alır? Bu bir yana geniş mübahisədir, amma mən bir ikisini deyim də, o ki, zehnimdə, yadımda var. İnsan, əvvələn ruzu gərək məni ola. Ruzi nə deməkdir dində? Yəni, o ruzi məni olmasa, bu aydınlaşmaz. O ki, bizim dini qaynaqlarımızda var, ruzi fəqət mala deməzlər. Geniş mənası var. Geniş mənası. Mənəviyyət də ruzudur. Elm də ruzidir məsələn. Elmi də, paçlıq da, mənəviyyət də, qəlbin imanı da, insanda səbri də, bunlar da rizqidir. Bu mənada desək, bir amil ki, ruzunun qabağını alar, günahdır. Həm Quran buyurur, deyir ki, əgər siz təqvalı olsaydınız, göylərin qapısını açardım, ləfətəhna aleykum, bərəkatın minəs-səmai vəl-ərz. Pəs məlumdur, təqvasızlıq, riayət eləməmək insan ruzusun əlindən gətirir. Bəzi alimlər bir sıra izahları var bu ayələrdə ki, buyururlar, insan məsələn haqqun-nası riayət eləməyən, ruzusundan məhrum olar. İnsanlar bir-birinin arasında haqlarını riayət eləməyənlər. Qonşunun haqqı nədir, müəllimin haqqı nədir, işçinin haqqı nədir, müdirin haqqı nədir, bunlar riayət olunmayan haqlar tapdalanla bu ruziyə man olar. Ümumiyyətlə, Quran bir sıra ayələrdə buyurur, günah səbəb olar sənə çox şeylər verməsinlər də. Və fəs-səmai rizqukum. Bəzi ruzularınız göydədir. Gözünüz açılsın, göydəki ruzuları da görün. Quran buyurur, fəs-səmai rizqukum. Ona görə təqvasızlıq və insan neyniyə? İnsan günah eləyə bu iki. Üçüncü, çalışmayan. Tənbəl olasınız. Bir sıra ayələr, bir sıra hədislər var ki, Allah neçə adamın duasını qəbul eləməz. Biri də evində oturub ruzu istəyir Allahdan. Çünki bizim hədislərimizdə var, fətlubur rizq. Bəli. Rizqi deyin, tələb eləyin, axtarın. Axtarın. Çıxın çölə, çıxın insanların içində rizqinizi axtarın. Evinizdə oturun, Allah mənə ruzu ver. Allah ruzunu vasitə ilə verir. Allah ruzunu işlərlə verir. Həzrəti Məryəm vaxtı İsanı istəyirdi dünyaya gətirsin. Allah eləyə bilər də o ağac ki, qurudur, onu yaşıl ağac elədi, xurma gətirdi. Eləyə bilər də oradan da salsın elə Həzrəti Məryəmin qarşısına oradan götürsün. Əvvəli Məryəmə bir dəstur verdi. Dedi, Məryəm, hozzi, sirkəli ağacı. Bir işi sən gör, ta o meyvə gəlsin. Mən hər zadə həll eləmişəm. Səndən hərəkət, məndən bərəkət. Mən həll eləmişəm, quru ağacı ağac eləmişəm. Yaşıl ağac. Meyvələndirmişəm. Hər zat həll olubdur. Amma səndə bir sirkələ. Ona görə ruzu qəbul olmamağın, ruzu azalmağın bir amildə insanın özünün tənbəlliği, hərəkət eləməməyi və cəmiyyətdə tədbir ilə ruzu dalından getməməlidir. Getməməli. Çox gözəl ustad. Ayrı amilləri də var. İnşallah buna geniş bir müstəqil mübahisə istəyir. Yəni, günah da böyük deyirlər amillərdən. 3 dənə amil ərz elədim də. Biri təqvasızlıqdır, biri insanların hüququnu bir-birinə riayət eləməməkdir, günahlardır və bir də insan hərəkət eləməyə, işləməyə, sirkələməyə ağacı. Hətta günah hədisləri əsasən insanın duasını da həbs eləyir. Qoymur yuxarı geçsin, o ki qalmışdır ruzi vermək. Yenə əziz tamaşaçı sual edir ki, nələr ruzini artırır? Bunun əksi elə ruzinin artırmasına səbəb olar da, ustad, düzdürmü? Bunu bir sıra hədislər var əslən bu unvanda. Bəli. Ruzinin artmasına və azalmasına. Hədislər var, ruzunun
azalmasına hədislər var. Bir gün inşallah buna bir dənə ayrıca bəhs açılar. İndi buna qısa cavab versiniz elə. Elə aman o amilləri insan əvvələncə özündən, həyatından uzaqlaşdıra, diqqət ol, tənbəllik eləməyə, hərəkəti ola. Allah-u Teala buyurur, səndən hərəkət, məndən bərəkət. Hərəkət ediyə. Buyurur, sən hədislərdə vardır ki, dəvəvi sən bağla, Allaha təvəkkül elə. Bəli. Yəni, başla, tükanığı aç, tükanığı təmiz saxla, dili ilə insanlara şirin danış, müştəriyi mən qəlbin gətirirəm bura. Yəni, bir sıra hərəkətlər səninləndir. Əsli amil ruziyə biri tədbirli, əqilli iş görməkdir. Biz bunu gərək unutmayaq. Fəqət bu da ki, evimizdə oturaq, Allahdan dua eləyək. Dua hərəkətin içində, dua çalışmaqla bir yerdə, dua işləmaqla bir yerdə. Çox gözəl ustad. Hansı əməllər insan ömrünü uzadır? Ömr uzatmağa baxın, sil-i ərham təzidu fil ömr. Hədislərdə var, insan qohum qəbilə ilə rabitəsini kəssə, ömrü azalır. Qohum qəbilə ilə rabitəsini saxlasa, ömrü çox olar. Biri budur, ayrı hədislər də bunu aşar. Bunlar hamısı hərəsi geniş bir mübahisələrdir. Bəli. İmam Məhdi əleyhissalam ailə qurubmu, əziz tamaşaçı sual eləyir? Bu bəhsi alimlər arasında bir iki nəzəriyyə var. Bəzilərin nəzəri budur ki, yox. Necə Yəhya ailə qurmadı, İsa ailə qurmadı. Çün niyə ailə qurmağı İsa? Həzrət İsa çün bir yerdə deydi, hicrətdə idi, tanınmamalı idi, görünməməli idi və tuturdular biləsin. İmamın da bir öhdəçiliği var ki, indi tanınmasın. Tanınmasın, bəli. Bu və uzun ömrü yaşasın. Bu ailə qurmaqla bu məsələlər mümkündür, bəzən uyğun gəlməyə. Bir nəzəriyyə budur. Bir ikinci nəzəriyyə də var, yox, uşağı da var. Peyğəmbərin sünnəsi də ailə qurmaq. Amma mən nüktə istəyirəm deyim ki, bəzi sualların heç öcürdə dini maarifdə rolu yoxdur. İstər indi ailə qursun, qurmasın. Bizim imamın qabağında vəzifəmiz var. Bəli, biz bəzən bir sıra sualların dalınca yox ki, dedim, iki nəzəriyyə var. Amma bu sualları bilib bilməmək mənim həyatım üçün bir rolu yoxdur. Mən gərək biləm ki, intizar çəkmağın mənası nədir? İmamı gözləmək ya nə mənə? Mən biləm ki, imam yolunda nə işlə görməliyəm ta imam tez zuhur eləsin. Bu şeylər mənə hərəkətə gətirdidir. Amma biləm ki, məsələn, bir nəfər mərhum Əllamənin kitablarında var. Məsələn, Həzrəti Musanın bacısının adı nədir Quranda vardı ki, məsələn, o bacısı getdi, Fironla danışdı, anası gəldi, ona süt verdi. İndi Quran deməyib ki, bacısının adı nədir? Deyir, Oxtu Musa. İndi bildik bacısının adı nədir? Əsən Quranın, bir nüktə istəyirəm deyim, Quranın hikayət demağı maraqlıdır. Roman kimindəyik. Bizlər roman yazanda yazarıq ki, filan kəs adı budur. Həyat yoldaşının adı budur, 4 dənə uşağı var, uşaqlarının adı budur, filan vaxt ad günləridir, filan vaxt belədir. Bir tərcümeyi hal yazarıq biləsinə. Quran bəzən heç birini yazmır. Niyə? İnsan nöqtəsində bu. Yox, Quranın önəmi onların hərəkətləridir, onların hadisələrdə görməli işləridir. İndi Həzrəti Musanın bacısı Külsüm aldı olmasın ya olsun. Məsələn, bəzilər deyirlər budur. Olub olmamanın nə dəxli vardır? Nə cür iş görüb mühimdir? O mühimdir. Çox gözəl ustad. Allaha niyə ibadət eləyirik ustad? Əvvəla insan Allaha ibadət eləməklə inkişaf eləyər. Quran buyurur ki, insan özünü tanımaq üçün, biri budur ki, bilək ki, bu aləmdə hər nə var Allahındır, özdə heç nəyi yoxdur. İbadətin bir mənası budur. İbadət bir növ özünü tanımaq və Allahı tanımaqdır. Bir bu. İkincisi ibadət, minnətdarlıqdır Allahın nemətlərinə. Üçüncüsü ibadət, Allahın dəsturuna təslim olmaqdır. İnsan özünə qayıdır bu fayda. Şükr eləmək ikincisidir. Mərifət birincisidir. Üçüncüsü də təslim olmaqdır. İbadət, yəni Allaha təslim olmaqdır. Allah mənə, bu hüququ bəhsidir. O bizlər hüququ bəhsi deyirlər. Allaha mən təslim olmalıyam, niyə üçün Allahın içiyəm? Allaha mən ibadət eləməliyəm,
üçün mənə nemət verib minnətdar olmalıyam. Allaha ibadət eləməyəm üçün ibadətlə özümü də tanıyıram, Allahı da tanıyıram. Bu üç. Dördüncü məsələdə var. İnsanın mütləq kəmala ibadət eləməyi fitri bir ehtiyacıdır. Fayda sözü. Yəni fitrətinin inkişafıdır ki, sən mütləq kəmalın, sonsuz kəmalın dalınca olasan. İnsan bu aləmdə kəmal dalıncadır. İbadət sonsuz kəmalın dalıncasının təcəllisidir. Bəli, çox gözəl. Allah özü kimi bir Allah yarada bilərmi? O Allah olmazsa məxluq olar. Bu olan bir şey deyil. Allah olan bir şeyləri yaradar. Olmayan bir şey ki yaranmaz. Yaratsa da o ikinci olacaqdı usta. Yox da bax onu Birinci Allah o ikinci. Mümkün olan bir şey xilqətə girər. Hər nəyi Allah yaratsa, onlar məxluq. Bəli. Alın yazısı var mı usta? An yazısı bu mənaya ki, insanların alnında yazılıbdır, insanların əli bağlıdır, yox. Bu məniyə. Bu məna. An yazısı bir dənə ayrı mənayadır. Aləmin alnında yazılıb qanunlar. Qanunlar. Yəni aləmin qanunları var, qanunsuz aləm deyil. Səbəb nəticə məsələn. Səbəb nəticə. Bu sən zəhər yesən, öləcəksən. Bu anlıva yazılıb. Bu anlıva yazılıb, yəni nə? Bu yəni bu sistemin qanunudur. Sən bu sistemin qanununu pozanmasan. Bu qanunun içindəsən. Sən qanun kəşf eləyə biləsən, qanun xəlq eləyənməsən. Qəza və qədərin mənası budur ki, insan qanun xəlq eləyənməz. Qanunu kəşf eləyə bilər. Kəşf elə. Çox gözəl ustad. Məhəmməd sözünün mənası nədir? Muhammed həmd sözündəndir, yəni bəyənilmiş, həmd olunmuş, tərif olunmuş. Yəni ixtiyari şəkildə bu dəyərləri qazanmış bir şəxsdə öz ixtiyarı ilə. O ki onu həmd eləyirik da. Yəni deyirik bu şəxs bu cür fəzilətlərə, bu cür sifətlərə malikdir, onlar Məhmud və Muhammed. Qədirxum hadisəsinin barədə qısa bir məlumat əziz tamaşaçılar soruşur. Qədirxum Peyğəmbərin sonuncu ilində həccidən qeydəndə baş veribdir. Peyğəmbər Allahın əmri ilə orada cəmaata özündən sonrakı vəli və rəhbəri təyin edibdir. Deyib, mən necə sizə rəhbərəm? Peyğəmbərliyim ayrı ha. Mən kontu Mola, mən necə sizə vəli yedim ki, Quran buyurur, innəmə vəlikumullah və rəsul. Mən sizə necə vəli yedim, haman vəliliği Allahın əmri ilə Əmirul Mominin İmam Əliyə Allahın əmri ilə sizə çatdırıram. Vilayətin elanı, vəlinin adını demək. Bu unvanda mən kuntu Mola, fəhaza Əliyyun Mola. Mən kimin Molasıyam, Əli onun Molasıdır. Buna deyirlər Qədirxum hədisi, o geniş hadisəsidir. Bəli. Namazdan sonra 3 dəfə əli möhrə vurub üzə çəkirlər. Bunun hikməti nədir ustad? Bir növ budur ki, insan ki ibadət eləyir. Allah-u Mutal insanın ibadətinə insana mükafat verir. O səcdə ən ali ibadətin ən zirvəsi səcdədir. Yuxarısı səcdədir. İnsan nə qədər Allaha bəndə olsa, evvələm ulvi. Mən bu səcdə halımdan nə bərəkət Allah verir, onu üzümə sürdürüm. Bəli. Mən xaricdə yaşayıram. Bizim kursda bəzən yemək təşkil olunur. Tələbələrdən bəzisi şərab gətirir. Mən bu vəziyyətdə nə etməliyəm? Kursu tərk etməliyəm, yoxsa? Əgər bir məclis sayılmır, yox. Elə bir nəfər bir restorana gedibdir. Bu restoranın ayrı stollarında şərab içirlər. Buna aid deyil. Yəni, məgər bu ki, bir daha toy məclisidir. Düzdür, sən içmirsən və lakin oradakı ayrı stolda içir. Hamısı bir məclisdə, hamısı bir cələsədir. Əgər bir məclis olsa, oradan tərk edir insan. Amma dəxl olmayan bir məclislər, restoranlarda bu stolundan o stolun dəxli olmaz. Bu fikhi, şəri baxımdan günah görmür. Eyni halda insan əxlaqi və mənəvi baxımdan, ruhunun mənəviyyətini qorumaq baxımından o restoranları seçməlidir ki, orada belənci bir məsələlər yoxdur. Ustad, evdə insan formasında olan suvenirlər var, heykəllər saxlamaq olarmı? Heykəli saxlamağın eybi yoxdur. O üçün fiqhidə, şəriətdə var, heykəli düzətməyə işgal eləyiblər. Nə heykəli saxlamağa? Saxlamağa. Göz mıncığı filan zat, bu necə ustad evdə? Göz mıncığı bəzən asırlar, məsələn. Mən öcü sahədə xəbərim yoxdur. Sual soruşur ki, bir nəfər qadın baxımı elətdirib, alnını, üzünü
qadın həkimin yanına gedib də kosmetoloq həkim deyib ki, əyilib namaz qılmaq olmaz. Bu qadın stolda namaz qıla bilərmi? Botoks elətdirib üzünü. Əgər o həkimin Təcrübəli həkimdir. Əgər o həkim namaz bəhsini bilir. Bəli. Yəni namaz qılınıb olmamağına işim yoxdur. Bilir ki, bu müsəlmanın öhdəsidir ki, namaz qılsın. Və bu o həkimin sözündən arxayindir ki, zərəri var. Yəni özünün arxayinçiliği mühimdir. Beləncə həkimin sözündən özünə arxayinçılıq yaranıb ki, bəli bunun zərəri var biləsinə otluq yerdə qılar. Bəli. Mən vaxtımız nə qədər qalıb mənə desəydilər, Allahın salam, rəhməti, bərəkəti üzərinizə olsun. Sualım namaz, oruc və sair ibadətlər vasitəsilə hədəf yox, hədəf Allahın ikinci Allaha çatmaqdır. Yəni belə eşitmişəm, əziz tamaşaçı yazıb, kəmala çatmaq. Allaha çatmaq üçün yaradılıb bu namaz, oruc işləri. Kəmala çatmaq nədir? Allaha çatmaq nədir? Bunu soruşur. Bu vilayət bəhslərinin əvvəlində vilayət Allaha yaxınlaşmaq mənasında o da izah elədik. İnsan Allaha çatmaq məcazi sözdür. Allah cisimdəyir ki, bir yeri olsun, insan da məsələn maşın sürsün, getsin yetişsin Allaha. Ya ayağından yetişsin. Allah sonsuz kəmaldır, insan kamilləşə, ruhi dirçəlişi. Məsələn, insan bilirsiniz, bir fidanlar var biləsində. Məsələn, səbr insanda fidandır, ağac olmalıdır. Təvazukarlıq fidandır, ağac olmalıdır. Elm, düşüncə insanda istedaddır, ağac olmalıdır. Bu ağac olanda kamilləşir. Bu kamilləşəndə deyirik sonsuz kəmala insan yaxınlaşır. Qıssası budur. Genişin o vilayət bəhsinin əvvəllərində danışmışım. Çox gözəl söz. Allah razı olsun. Üzr istəyirik əziz tamaşaçılarımızdan. Bu gün də yazılı suallar həddən artıq çox olduğuna görə çatdıra bilmədik. Sabah eyni saatda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.